Bax, mən sıfırdan qurdum. Həmin o sex yiyəsi yanına gedəndə mən sıfır büdcəni qurdum. Dedim mənə məhsul düzəlt ver. Hələ bir ki pulunu verirəm qabaqca yarısını sonra falan. Yəni orada bir güclü pul söhbət deyil. Və bunda isə artıq sərmayə lazımdır. Mağaza götürmüşsən arendadır və təbii oran biraz showroom eləməlisən də. Hardasa 2000-3000 manat dəyərində təxminən, heç 3000 olma 2000 dəyərində pul düzü qoşaradım və getdim Sədərəyə. Bizim hələ bir ki ticari o necə deyirlər kökü də, yəni ticarinin belə bizim yivumuz, bizim şengenimiz belə deyim də. Getdim ora və orada mən seçdim məhsullar mənə aid, bağ məhsulları əsas. Orada gördüm bəzi dəstlər vardı, brendlər vardı. Mən ikinci, üçüncü əllərdən alırdım. Amma çox az xeyir qoya satırdım və reklam edirdim. Və haçam daha çox partlamağa başladı. Mən belə tanınmağa başladım. Mən özüm Azərbaycanlıyam, ləzgiyam. Bizim prosta millətimiz ləzgi sayılır. Amma milliyyətçi biz də təbii Azərbaycanlıyıq hamımız. Əslim Qusarlıdır, özüm Bakıda doğmuşam. Və öz ləhcəmlə dilimi səlis danışıram ləzgi dilində. Bir dəfə gördüm, bıçaq satırdım mən. Özü Türkiyə keyfiyyətli bıçaqları idi, bizə getirmiş satmaq üçün. Mən onu çıxardanda birdən düşündüm ki, biri var, əbəl şəkil çək qoyum. Və o vaxtları mən Instagramda postlar qoydum, şəkil çəkirdim, qoyurdum belə. O vaxtları daha çox onda baxışlar yığırdı, like'lar yığırdı. İndi azalıb, indi çoxsu videodur. Və fikirləşdim, bir video çəkim. Bıçağı götürdüm əlimə, kapşon geldim başıma, çıxdım, can qardı, bıçaq indiki səhəzat. Öz ləhcəmdən danışıram belə. Mən dost tanışlarla görüşəndə zarafatca belə danışıram. Mən öz danışığım əslində. İndi rəsmi danışıramsa, amma dost tanışın yanında zarafatca öz ləhcəm danışır. O cürdə yəni belə deyim də sünni çıxmadı. Yəni səmimi çıxdı, bıçağı götürdüm, bax nə burada kisir, götürüb kağızı bağ kimi keçdi, video tutdu. Baxışlar çıxdı, kommentlər, satışlara başladı. 2 qat artdı satış.